İmişlidə 9 may tədbirləri vaxtı SSR bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb. Moderator Azu Nikolay istinadən məlumat verir ki, Salih Səmədovun İmişlidə Kral Saray adlı şadlıq sarayı, Kral Çay evləri, şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt şirə zavodu, hipermarketi, kalbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var. Əvvəllər 9679 nömrəli Rolls-Royce sürən iş adamının paytaxtda da çoxsaylı villaları, market restoranları və tikinti şirkətinin olduğu deyilir. Qeyd edilib ki, 1962-ci ildə anadan olan isə Səmədov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasını bitirib. Səmədov 2002-ci ildə İmişli rayon Araz MMC-ni təsis edib. 2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə Xan Araz MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Regional Ərazi İdarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə Azərtest MMC-də direktor vəzifələrində işləyib, 2024-cü ilin aprel ayının sonlarında İmişli rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul olunub. Daha sonra İmişli rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Salih Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o şuranın sədri seçilib. 2024-cü ilin əvvəlində İmişli rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Salih Səmədovun sədr seçilməsindən sonra isə onun və başqalarının otağında SSR liderlərindən biri olan Yosif Stalinin büstü və SSR bayraqları nəzərə çarpır. Bu da onun qələbə günü ilə bağlı çıxışında sinəsinə Georgi lentini heç də təsadüfən taxmadığından xəbər verir. Rayonun Sarxanlı kəndində 9 may qələbə günü tədbiri vaxtı Böyük Vətən Müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSR bayrağından orada çox sayda olub. Bayraqlar isə Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb. Əksinə birbaşa onun göstərişi ilə tikilib. Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib. Salih Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs olunub. Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslər aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qəti imkan tədbiri seçilib. Salih Səmədovun kiçik qardaşı Sahib. Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Əlavə edək ki, Azərbaycan Ağsaqqallar Şurasının idarə heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, Səmədov idarə heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib. Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kubut şəklində pozub. Buna görə də o, İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb. Qeyd edək ki, İmişli rayon Ağsaqqallar Şurasının sədrliyi müvəqqəti olaraq təşkilatın idarə heyətinin üzvü Vahid Tağayevə həvalə edilib.